Deməli, indi göstərəcəm sizə gedişata, ev tapşırığının gedişatlarına nələrə diqqət eləməlisiniz xüsusi olaraq. Deməli, məsələn, bax 3 dənə blend tool, gəlin blend tool'dan başlayaq. Blend tool, 3 dənə blend tool'umuz var. Nədir? O yazırıq blend tool. Bax, gedişat nədir? Bir dənə bura yazdım blend tool. Bir dənə özüm üçün blend tool iş seçirəm. Deyək ki, seçirəm bunu. Bunu bir dənə kopyalayıram. Gəlirəm Illustrator. Hələ ləvazimat yığıram da və Fox'un blend tool'adır. Heç o bir tapşırıqlara hələ baxmırsınız. Fikir vermirsiniz o tapşırıqlara. Sadəcə blend tool'unuza fokuslanırsınız. Bir dənə blend tool hazırlamağınıza fokuslanırsınız. Deməli, bu blend tool'da bir dənə şəkil bura atdım. Gedirəm, bir dənə də blend tool seçirəm. Bu hələ nümunə üçündür. Bir dənə də bundan seçdim. Bir dənə də bunu seçdim. 2 dənə nümunəm var. Məsələn, bu 2 dənə nümunə, elə bu qalsın okeydir. Bu 2 dənə nümunədən baxaraq özümüzdən bir dənə blend tool hazırlayacağıq. Və baxmaq necədir? Belə sadəcə gördünüz, keçdiniz o şəkildə yox. İndi onu gedişatını sizə deyəcəm, necə eləməlisiniz. Bu təkcə blend-ə aid deyil, ha. Bunu hər şeydə belə eləməlisiniz. Vizit kartda, loqoda, indi posterlər məsələlərində falan hər şeydə. Posterdə vəhşi daha detallıdır. Bunlar hələ çox az detallıdır da. Burada nə var ki, backgrounddur. Hə, ağ background eləyiblər. Bu bizim analizimizdir. Background ağdır. Burada bir sonsuzluq işarəsi yaratmağa çalışıblar. Bu sonsuzluq işarəsini görə bilirik və rənglərinə baxırıq ki, hə, rəngləri nəyin eləyiblər? Qradiyentlərdir burada və bir-birinə uyumlu rənglər işləyib. Bunu da ayrıcı bir analiz ediniz. Bunu belə analiz edəndə də öz-özünə danışa və yaxud da ki, qeydlər apara bilərsiniz. Qeyd çox kömək olur. Yeni bir fikri çıxartmaq üçün. Məsələn, bu sonsuzluğa baxdım. Ağlıma gəldi ki, hə, sonsuzluq əvəzinə mən məsəl üçün W hərfinə bənzəyən bir blend işləyim. Yəni, bunu alternativ fikirləşməlisiniz. Sonsuzluğu gördünüz, onun əvəzinə başqa bir detal fikirləşməlisiniz. Və yaxud da burada M hərfindən də bənzədə bilərsiniz. X hərfi də görə bilərsiniz. Gedib X hərfi siz eləyə bilərsiniz, məsəl üçün. Yəni, buna baxanda bir dənə parça görməməlisiniz də, bir neçə parçanı görməyə çalışmalısınız. Düşünməlisiniz ki, hə, burada bir dənə gedişat deyək ki, X-dir. Sonra M hərfi var burada. Ondan sonra A hərfi var burada. Və belə şəkildə parçalara bölüb görmək gedişat olmaq. Bu detalları parçalayaraq görməyə çalışmalısınız. İkincisini analiz edirik. İkincisində qradiyentimiz var. Radial qradiyentdir. Və radial qradiyentdə biz görürük ki, burada soxulcana bənzəyən nazilikdən qalınlığa doğru gedən bir soxulcana bənzər bir detal var. Yəni, ortaya qədər bir nazilik var, ortadan sonra biraz qalın, sonrası daha da qalın. Yəni, bu gedişatı biz görə bilirik. Bu detal var. Yəni, görürsünüz, bir dənə təkcə bir şey kimi görmədim də, bunu bir dənə uzun bir fiqur kimi görmədim. Analiz edim ki, burası nazik, sonra ortası qalın, sonra biraz da qalın. Bu tempdə analiz etmiş oldum. İndi, ikisini bir yerdə mix eləməliyik. Burada biz analiz elədik ki, X var, M var, W-yə bənzədirik, sonsuzluğa bənzədirik, müəyyən bir parçalar çıxartdıq. Burada da biz ideya olaraq götürürük, nazilikdən qalınlığa doğru getməyin. Bunu da öz ideyamıza görə tətbiq edəcəyik. Deyək, birinci nə edirik? Adi birinci gedişat dairədir. Dairəmizi çəkirik, qradiyentimizi veririk. Adi bir şəkildə qradiyentimizi verdik. Bir neçə rəngdən ibarət qradiyent veririk. İndi rəngləri random şəkildə verdim.
Səs getdi. Necə? Hə, elə bildim səs Yox, 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 getdi. yox. Buradayım, buradayım. Qradiyenti verdi. Məsəl deyək ki, belə bir şey ver. Bunun duplikatını çıxardırıq. Alt düyməni basıb saxlayaraq duplikat çıxartdıq. Ctrl D elədik. Deyək ki, 4 dənə fiqurdur. O qalsın, məsələn, 4 dənə fiqur var. İndi pen tool'la da çəkə bilərik, kurve tool'la çəkə bilərik. Deyək ki, buradan bir parça ayırıb götürürük. Məsəl üçün çəkirik bu şəkildə. Pen tool'u götürdük. Buradan belə, bir dənə də belə, sonra bir dənə də belə çəkdik. Stroke. Bundan ilhamlanaraq bu tempdə bir şey çəkmiş oldum. İndi digər gedişatda bundan ilhamlanaraq bura ideamı tətbiq edəcəm. Buradan ilhamlandığım nədir? Nazilikdən qalınlığa doğru getməyi. İndi mən bunu biraz qalınlaşdırıram. Və gəlirəm bizim keçdiyimiz keçən səfər Wiz tool. Wiz tool'la buranı qalın eləyirəm. İlhamlandığım budur da. Burada qalın, nazik bu templərdə. Biraz buranı orta eləyirəm. Fərqli şəkildə eləyirəm. Bax, ensi olmalıdır. Və bu şəkildə ortaya nəticə çıxartdıq. İndi bunların hamısını birləşdiririk. Hə, bunu make eləməliyik. Dairələrimizi seçdik. Object, blend, make. Sonra hamısını seçirik. Və gəlirik Object, blend, replace spine. Və belə bir fiqur çıxdı ortalığa. Biz indi bunu tənzimləməliyik. Tənzimləmək üçün gəlirik Object, blend, blend options və buradan seçirik space steps'i. Və rəqəm 1-dir. Bunu artırırıq və birləşməni əldə edirik. Bunu artırdıq. Belki soft olacaq şəkildə artırdıq. OK elədik. Və belə bir şey əldə edirik. Görürsünüz, bu ikisindən analiz eləyərək detalları filan ortaya belə bir nəticə çıxartdıq. İndi sonra sizə bunun üzərində editlər başlayıb eləyə bilərik. Və bunlar hamısı xəttlərdir. Ctrl-Y eləyib görə bilərik əslində bu skeletdən ibarətdir. Təzədən Ctrl-Y eləyirəm. Görürəm təzədən bu skeletdir. İndi biz bunun forması dəyişmək istəyirik. Məsələn, istəyirik buradakı kimi biraz nazik, qalın gəlsin. Nə edirik? Direct Selection toolu seçirik və bu stroke xəttimizi seçirik. Stroke xətti seçəndən sonra gəlirik, təzədən seçirik Waze toolu. Bu ucu Xmut edilməyib. Bu ucu iç rəngdədir. Əslində fərqi yox, problem yoxdur. Kurve toolla da eləyə bilərik. Daha doğrusu dairəmizi seçirik. Dairəmizdə naziləşdiririk. Gördünüz. Stroke-la eləmək alınmayanda dairəvi seçib dairə ilə onun formasını dəyişdirə bilərsiniz. Naziliyini verə bilərsiniz. Nazilini verdikcə də bunun rəng çalaları dəyişməyə başlayır. Rəngini dəyişmək istəyirsə, dairəvizi seçdiniz, gələcək qradiyenti seçirsiniz, dairəvizin rəngini dəyişirsiniz. Rəng ayrı bir şəkildə dəyişməyə başlayır. Və bu şəkillərdə nəticə etibarilə iki detaldan ilhamlanaraq belə bir background əldə edirsiniz. Gəlirsiniz buna ümumi bir dənə background vermək istəyirsiniz, buna ümumi bir dənə background verirsiniz. Bunu arxa plana atmaq istəyirsinizsə, layer bölməsindən siz sürüklüyüb ata bilərsiniz və yaxud da background-u seçib sağ düyməni basıb arrange, send to back və sonra da gradienti seç, background seçib, pipetkanı götürüb, buradakı rəngi götürürük. Yəni, buradakı fiqurla background rəngləri bir-birinə uyumlu olanda daha maraqlı bir abahalda işlər çıxır. Sanki işıq zət da üzərinə sıçramış kimi olmuş olur. Və bu şəkildə. Blend-i və bu şəkildə işləyə bilərsiniz. İki dənə nümunəni tapdınız, analizinizi etdiniz və sonra da o analizləri də edəndə bayaq dediyim ardıcıllıqlarla analiz eləməlisiniz. Nəyəsə bənzətməyə çalışmalısınız ki, ideada oradan çıxarda biləsiniz. Və arasında bir detal götürməlisiniz. Bunun üstündə çox işləmək olar.
Ayrıca bunu götürüb kurve toolu məsəl üçün ayrıca oynada bilərik. Belə daha maraqlı fərqli işlər çıxmağa başlayır və qırağa çıxarda bilərsiniz bu templərdə. Blend tool indi elə bir şeydir ki, burada əsas olan, önəmli olan maraqlı bir vizualın yaranmasıdır. Yəni burada bir hekayə də yarada bilərsiniz. Yəni sonsuzluğa oxşatmaq olsun, nə bilim, almaya oxşatmaq olsun, baş hərfə, hansı insan adına oxşatmaq olsun. Müxtəlif cür şeylər eləməyə ola bilər və yaxud da ki, bəsit bir şəkildə background-u zövqlü görsənə biləcək. Hansı ki, onu məsələn şu ki, satmağa, stok mağazasından sata bilərsiniz tipində eləyə bilərsiniz. Buna görə məsələn stok mağazalarda baxmalısınız, tək Google-dan yox. İndi məsələn Google-dan 2 dənə nümunə seçdik, amma Pinterest-də də 2 dənə nümunə tapa bilərdik. Və yaxud da birini Google-dan, birini Pinterest tapa bilərdik. Yəni bu gedişatlar hər zaman dəyişir. Məsələn, tutaq ki, Google sizə yetərli deyil, görürsünüz Google-dan ilhamlana bilmirsiniz. Gəlin Pinterest-ə. Baxın Pinterest-də bunu gördüm. Düz bir hərf yazı yazır, sonra da jelibonla hərflərin içərisindən bir elementi çıxardı. Və bu da bir ideyadır. Siz də hansısa başqa bir sözlə, hərflə bunu eləyə bilərsiniz. Sonradan xırdalıqları necə eləyirlər, onlara diqqət eləyə bilərsiniz. Hansı ki, məsəl üçün, blend optionsla lay biraz daha spiralvari görsənməsi üçün çalışa bilərsiniz. Tam da belə yumşaq şəkildə işləməyiniz vacib olmaya bilər. Məsəl üçün, bunu ola bilər ki, məsəl üçün, yadınıza düşməsin, amma nümunəyə baxanda, nümunədə artıq onu görə bilərsiniz ki, hə, kletkaları biraz çox eləyiblər. Bu tipdə yola çıxa bilərsiniz. Amma hərflərdən eləyiblər. Rənglərə diqqət edin. Birinin açıq, birinin məsəl üçün göy verilməsi var. Tünd. İki eyni rəngdir, biri açıqdır, biri tündür. Bunu məsəl üçün ideal olaraq istifadə edə bilərsiniz. Sonra stok mağazasına gedib baxa bilərsiniz. Freebika məsəl üçün, freebik.com-a gəldiniz. Burada yazırsınız blank background. Yazmağınız da düzgün olmalıdır. Əgər düzgün yazmasanız, nümunələri də düzgün gəlib çıxa bilməyəcəksiniz. Ona görə düzgün bir qaydada yazmağa çalışın ki, və görün ona uyğun nə nəticələr çıxmağa başlayır. Şimdi baxa görə stok mağazası bizə nə verir? Yəni, biraz Liquid tərzində işlər verib. Bunlar blendsiz də edilə bilir. Adi kurve tool'la çəkilib gradient və stroke verə bilərsiniz. Bunlar yəni blend'e ehtiyac yoxdur. Bunlar əslində hamısı adi kurve tool'la çəkilən şeylərdir. Kurve tool'la çəkilir, holoqramlar rəng verilir. Sonra birinə blur verilir. Yəni, belə baxanda görürsünüz sanki, bunun üstünə nə boyda iş var, adam fikirləşə bilər. Amma yoxdur əslində belə bir şey. Adi bir kurve tool'la və sonra mesh tool'la və ya holoqramla işləməkdir. Məsəl üçün, adi bir dənə bu fiquru çəkim sizin üçün. Gəldim, indi bunu yığışdıraq. Və kurve tool'la bir dənə belə bir şey çəkirəm. Buna bir dənə rəng verdim. Adi bir rəng. İndi istəsə buna baxın, gradient də verə bilər. Gradientdən holoqramla da işləyə bilərik. Amma bu holoqramla o nəticəni əldə eləməyəcək. Mesh tool'la işləyirik. Mesh tool seçdik. Rəng atdıq bura. Nöqtəni seçdik. Gəldi, rəngi dəyişdirdik. Burada məsəl üçün rəng verirsiniz, amma rəng qara olursa, onu necə düzəldə bilərsiniz? Gəlirsiniz Windows-dan, Color-u tapırsınız, Color bölməsini. Və görürsünüz, burada keçid edib Grayscale-a. Bunu eləyirsiniz RGB. Ondan sonra rəng düşür. Burada bir dənə rəng verdim, başlayıram oynatmağa və görürsünüz, fiqur yaranmağa başlayır. Digər rəngi atıram, gəlirəm, bunu da dəyişirəm. Görürsünüz, həmin o nəticəni əldə eləməyə başlayırıq. Görürsünüz, buna deyirlər Liquid. Yəni, kurve tool'la çəkdiniz, sonra mesh tool vasitəsilə rəng atıb, rəng dəyişdirib və onu rəngi dartaraq fiqur forması salırsınız və belə bir nəticələri əldə eləməyə başlayırsınız. Sanki bir 3D şəklində, bir maye halında, içində bir maye halında dururmuş kimi bir abu-hava effekt vermiş olur. Yəni, fərqi bundan ibarətdir sadəcə.
Ə, Buradan da yəni məsələn tək blend tool-a yox. Məsələn blend tool işləyirsinizsə tək blend tool nümunələrinə baxmağınız lazım deyil. Blend tool nümunələrinə baxdınız. Nümunənizi amma seçməlisiniz. Görürsüz mən seçdim. 2 dənə nümunə seçdim və görürsüz 10 dəqiqə içərisində hazırladım. Bunu daha da tez hazırlamaq olar. Məsələn mən sizə başa salırdım deyə uzun çəkdi. Digər məsələdə blend tool-dan əlavə də gedib ümumi olaraq qradientli backgroundları. Gradient background yazırsınız və orada da rənglərdən ilhamlanırsınız. Hansı rəngin bir rəngi ilə qarışdırılması və bu şəkildə ilhamlamağa çalışmalısınız. Ondan sonra fiqur detalının bir detalla ilhamlanılması, yəni bir rəngin background rənginə görə necə verilməsi, ayrıca olaraq bundan da məsəl üçün ilhamlanmalısınız. Sonra look while-lardan da ilhamlana bilərsiniz. Look while, background yazırıq. Bunlardan ilhamlana bilərsiniz. Bunlar da rəng baxımından sizə köməyini göstərmiş olacaq. Ümumiyyətlə, backgroundlar hazırlayanda, bu Blend Tool background bölməsinə aiddir də. Backgroundlar hazırlayanda sizin ən çox ilhamlanacağınız tərəf rənglərdir. Bir də abstrakt fiqurlardır. Abstract background yazıb, fiqurlardan da ilhamlanırsınız. Yəni, bir fiqurun digər fiqura doğru gedişatı. Məsələn, burada belə ilhamlanıb, bunu görürsünüz ki, sərt şəkildə çəkib, siz bunu blend tool-la hazırlayırsınız. Məsəl üçün, belə ilhamlana bilərsiniz. Və yaxud da ilhamlanarsınız ki, tutaq ki, burada burada məsəl üçün, xəttlər belə gəlir, biri belə gəlir, biri belə gəlir, biri buradan sadə şəkildə gəlir, bir dənə buradan qısa şəkildə gəldi. Bununla ilhamlanıb, siz də buna bənzər, bundan fərqli alternativini, əksinə düşünməlisiniz. Ümumiyyətlə, ən yaxşı ilhamlama tərəfi əksinə düşünməkdir. Yəni, bir detaldan əksinə fikirləşməyə başlayırsınız. Bunu bu tərəfə eləyib, siz belə eləyirsiniz, nazikdən qalına eləyirsiniz, məsəl üçün. Və belə tipdə ilhamlana bilərsiniz. Ümumiyyətlə, yaradıcılıq baxımından inkişaf eləmək üçün bu üsullardan ən çox istifadə eləməlisiniz. Və bu üsullardan istifadə elədikcə sonra beyninizdə yaradıcılıq, belə deyək, hissəsi inkişaf eləməyə başlayır. Və yaradıcılıq tərəfi inkişaf elədikcə, sonra heç belə nümunəyə baxmadan, belə ideya başlayırsınız fikirləşməyə. Amma ən birinci bu üsullardan istifadə eləməlisiniz. Bu üsul ümumiyyətlə ömür boyu istifadə edilən bir üsuldur, amma müəyyən zamanlardan sonra bu üsuldan istifadə eləməyə sonra ehtiyac qalmır. Bir ərəfədən sonra, bir gedişatdan sonra artıq başlayırsınız özünüzdən ilhamlanmağa və hekayələr qurmağa. Ən yaxşı üsul vizualınızı nəyəsə bənzətməyə çalışmaqdır. Vizualınızı nəyəsə bənzətməyə çalışırsınızsa, o zaman onun gedişatı daha ürək açan olur. Həm də özünüzə də ləzzət eləmiş olur ki, burada bir hekayə danışmağa çalışırsınız. Deməli, birinci cümlə qurmalısınız özünüzdə. Bir açar sözünüz olmalıdır. Yəni, bu açar söz müxtəlif cür ola bilər. Xoşbəlli ola bilər. Xoşbəllik abu-havasını bildirmək üçün bir rənglərlə yola çıxa bilərsiniz. Depressiya ola bilər. Depressiyanı bildirəcək rəngləri, depressiyanı bildirəcək xəttləri başlayacaqsınız axtarmağa. Yəni, bir dənə, iki dənə açar sözünüz olandan sonra indiki mərhələdə bir neçə nümunəni tapıb, götürüb illüstrata atmaqla və oradan detalları analiz eləyərək, bax ki, analiz elədiyim kimi və digər predmetdə, elementdə isə siz keçid edirsiniz hekayələrinizlə analiz elədiyiniz nümunələri birləşdirməyə. Və bu ardıcılıqdan sonra artıq daha yaxşı şəkildə işi həm də tez bir şəkildə yola çıxartmış olursunuz. Əslində, yəni, düsturla yola çıxanda, bir gedişatla yola çıxanda bir işin ortaya çıxması ərsəsi daha tez olmuş olur. Əgər bir düsturla yola çıxmırsınızsa, bir üsulunuzla yola çıxmırsınızsa, digər üsulla yola çıxmırsınızsa, onda itmiş olursunuz. Elə bilin ki, yəni, locationunuz yoxdur və hara gəldi gedirsiniz və gedib istədiyiniz ünvana çox gec çatacaqsınız. Bir ünvana gəlib çatmaq üçün də nə edirik?
location istifadə edirik, xəritədən istifadə edə bilərik, insanlardan soruşa bilərik və bu şəkildə biz lazım olan məntəqəyə daha tez çatmış olacağıq. Bu da bunun kimi bir şeydir. Bir dizayn işi hazırlamamışdan qabaq, inkişafınız tam olana qədər siz locationlarınız olmalıdır. Locationlarınız bu internet mənbələridir. Və açar sözləriniz də sizin ilham alacağınız tərəflərdir. Elə bilin ki, soruşursunuz da, insandan soruşursunuz, Google-dan soruşursunuz. Və gedib o məntəqəyə çatmanız daha tez olmuş olacaq. Başa düşdünüz bu gedişatları? Bəli, başa düşdüm. Nəsə sualınız var buna bağlı? Xeyr, sualım yox. Tamam. İndi mən bu videonu atıram sizə. 5 dəqiqə, 10 dəqiqə fasilə ilə. Sonra davam eləyəcək. Tamam. Göndərirəm. Oldu.